Bu hakikaten de kırıntı kağıtlardır. Ama bu kağıtların arasından sattığım başka bir şey. Benim dostum vardı. Natiq Səfərov. O 23 yaş məndən böyüydü. Və bir gün o məni yanına çağırdı. Dedi ki, gəl bərabər işləyək. Təsadüf. Kitaba bir o qədər də yaxşı baxmıram. Niyə görə yaxşı baxmıram? Çünki bütün inqilabi hərəkatı batırdı da, dayandırdı da. Yəni etirazçılar hamısı dağıldı, getdi, həbs olundu falan. Amma əlbəttə ki, Avropa ədəbiyyatında nəhəng bir nümunədir də. Yəni amma nəysə mən biraz o günah hissi elə bir hisdir ki, onu düşünürsənsə orada varsan, düşünmürsənsə orada yoxsan. Yəni o mənada o hissdən ümumiyyətlə ayrılmaq lazımdır. Nəyi yaşamısansa onun üzərində həyatını qurmamalısın. Həyatını gələcək üzərində qurmalısın. Bizdə çox zaman belədir. Biz oturub bir yerdə görüşəndə həmişə daha İsmail Şıxın bu mənada Dəli Köy romanında düzdür, bizim qəbul etmədiyimiz orada müəyyən şeylər də var. Amma hər halda burada bir yəni Azərbaycan və yaxud Əli və Nino romanı məsələn mən çox zaman deyirəm ki, əgər həqiqi bir Azərbaycanlı obrazı görmək istəyirsinizsə mütləq bunu oxuyun. Əlixan Şirvanşir və Əlixan Şirvanşirin atası. Bunların ata-bala münasibətləri bu çox vacib bir məsələdir. Yəni baxışları ilə bir-birini anlamaq. Bir dəfə Gürcüstanda, siz gedəndə bir dəfə yolumuzu sağlayın. Warren Buffett dünyada 3-cü ya 4-cü, hər halda 1-ci beşliyə daxil olan zəngin insandır. Və o deyir ki, mənim həyatımda belə bu mərhələyə gəlib çatmağımda bu kitab rol oynayıbdır. Bunu daim deyir də. Yəni ki, bu kitabların ciddiliyinə biz istər-istəməz inanmalıyıq da. Adətən burada yəni bizə elə gəlir ki, kitab oxuyub mütləq alim, akademik olmaq lazımdır. Yox, yalan söhbətdir. Bundan soruşurlar Warren Buffett'dən, sən vaxtını necə keçirsən? Deyir, mən 80% vaxtımı mütaliəyə həsr etmişəm. Ya mütaliə edir adam, gəlir, oturur işində mütaliə edir. Mütaliə bizə yeni